Heydər Babaya salam poemasının təhlilindən tanış olaq. Poema ana dilində yazılıb, yazı forması nəzmləndir. Poema olduğu üçün bilirik ki, təbii ki, epik növdədir. Ümumiyyətlə bunu da qeyd edim ki, poemaların hər biri, bütün poemalara aiddir bu. Poemalar yalnız və yalnız nəzmlə yazılır. Məsələn, bizdən povest soruşsa, povest isə yalnız və yalnız nəsrlə yazılır. Heydər Babaya salam da poemadır. Ona görə də deyirik ki, poema olduğu üçün nəzmlə yazılıb. Epik növdədir, növ olaraq. Lirik poemada nəyə görə? Bu sizin beyninizi qarışdırmasın. Epik növdədə, amma lirik poemada nə deməkdir? Ümumiyyətlə, poema epik növə aid bir janrdır. Poemadır, o zaten epik növdə olmalıdır. Bunun başqa variantı yoxdur. Lirik poemada o deməkdir ki, hadisələrin, belə deyək də, təsvirində daha çox hisslərdən istifadə olunub. Ona görə buna lirik poema deyilir. Yəni, təhkiyədən çox hisslər ön plana keçib. Ona görə də lirik poema hesab olunur. Əsər heca vəznindədir və bəndlər formasındadır. Bunu da qeyd edeyim ki, şeir şəkli beşlikdir. Şeir vahidi soruşsa bənddir, şeir şəkli beşlikdir. Amma testə düşür və çaşdıran məqam kimi verirlər. Bu əsər müxəmməs deyil. Müxəmməsdir desə səhvdir. Beşlik şeir şəklindədir. 3A, 2B formasında qafiyələnmişdir. Bu da Əsr Azərbaycan şeiri ilə eyni qafiyə quruluşunda olduğu deməkdir. Əsr Azərbaycan şeiri də eyni bu formadadır. Beşlikdir, 3A, 2B şəklindədir. Vahid süjet xəttinə malik poema deyil. Vahid süjet xəttinə malik poema olmaması onu hansı əsərlərlə eyniləşdirir? Azərbaycan ədəbiyyatında ilk poema deyirik ki, Töhfətül İraqeyn əsərdir. Kimin əsəri idi o? Deməli, Töhfətül İraqeyn əsəri Əfsələddin Xəqaninin əsəridir və vahid süjet xətti yoxdur. Bir də ədəbiyyatımızda var Nizami Gəncəvinin ilk poeması Sirlər Xəzinəsi. Və bu sıraya bunu da aid eləyək. Heydər Babaya salam. Bu üç əsərin, bu üç poemanın ortaq xüsusiyyətini verər. Poemaları verər. Bizə deyər ki, ortaq xüsusiyyəti nədir? Deyirik ki, hər üç əsərin süjet xətti yoxdur. Həm hansını qeyd elədik? Töhfətül İraqeyn əsəri, həm Sirlər Xəzinəsi, həm də Heydər Babaya salam. Hər üçü poema janrındadır. Janrına qədər eynidir. Hər üçü poema janrındadır və hər üçünün vahid süjet xətti yoxdur. Bu belə. Daha sonra bu əsərdə bəndlərin hər biri ayrılıqda bir xatirəni, həyatın bir şirin anını əks etdirir. Bax, qeyd elədiyimiz kimi lirik poemadır və müəyyən hisslər əsasında yazılıb. Yəni, hisslərin təsviri ön plana daha çox keçib. Deməli, bitkin vahid təsiri bağışlayır. Ədəbi dilə uyğun şəkildə yazılmayıb. Bunu əsərin əvvəlində də, video izahının əvvəlində də qeyd elədim ki, deməli, burada ümumiyyətlə ədəbi dilin normaları gözlənilməyib, pozulub. Çünki xalq danışıq dilinə uyğun yazılıb şeir. Məsələn, deyir, şöfkət üzə, eli üzə, dili üzə. Əslində necə yazılmalıdır? Şöfkətinizə, elinizə, dilinizə, o formada amma yazılmayıb. Misra daxili bölgüsü əsasən 4-4-3 şəklindədir. Əsasən o deməkdir ki, yəni hamısında belə deyil. Çoxunda belədir, çox bəddə. Poema iki hissədən ibarətdir. Poemanın iki hissədən ibarət olmasını biz hansı əsərlə ortaq götürə bilərik? Həm Nizami Gəncəvinin İskəndərnamə poeması, həm də bu Heydər Babaya salam poeması. Deməli, qeyd elədik ki, həm İskəndərnamə, həm də Heydər Babaya salam. Hər iki əsər ortaq xüsusiyyətləri nə oldu? Hər ikisi poema janrındadır və hər iki poema iki hissədən ibarətdir. Baxın, bunlar çox önəmli vacib məqamlardır ki, testə düşə biləcək, çaşdıra biləcək, diqqət tələb edə biləcək məqamdır. Ona görə qeyd dəftərinizə nəyi ki mən qeyd edirəm, siz də qeyd dəftərinizə qeyd edin. Birinci hissə bəndlərin sayının çoxluğu, birinci hissədə bəndlərin sayı çoxdur, qeyd edin. Fərqlənir, romantikliyi ilə seçilir və Tehranda yazılıb. İkinci hissə Təbrizdə yazılıb. Şairin real müşahidələrinə daha çox yer verilib və daha çox konkret problemlərə
diqqət yetirilib. Dedik ki, birinci hissə harda yazıldı? Tehranda. İkinci hissə Təbrizdə. Birinci hissə romantikliyi ilə seçilir, ikinci hissə real müşahidələr daha çox əsaslanır. İkinci hissədəki bəndlərdən birində Şəhriyar özünü Yusif Peyğəmbər, Heydər babanı isə doğma yurdunu Yaqub Peyğəmbərlə müqayisə eləyir. Başqa Yusif Peyğəmbərə müqayisə, Yusuf Peyğəmbərə oxşarlıq hansı əsərdədir? Bunu da video izahının əvvəlində qeyd eləmişəm. Əsər Heydər Baba dağına müraciətlə yazılmışdı. Bilir ki, burada dağdan söhbət gedir, bir şəxsdən söhbət getmir. Bəndlərin əksəriyyətində Heydər Baba dağına müraciət var. Əgər desək ki, bütün bəndlərdə var, səhvdir. Bütün bəndlərdə yox, əksər bəndlərdə var. Əsərdə şair özü əsas obrazda, hadisələr onun dilindən danışılır, yəni lirik qəhrəmanımız şairin özüdür. Üstü örtülü şəkildə, baxın bu hissə önəmlidir. Üstü örtülü şəkildə xalqın azadlıq düşüncələri öz əksini tapıb. Desək ki, açıq şəkildə xeyr, üstü örtülü şəkildə. Şairin poemada toxunduğu, münasibət bildirdiyi problemlər sayı etibarilə çoxdur. Poemada Şəhriyarın doğulduğu, boya başa çatdığı vətən torpağının, vətən gözəlliklərinin təsvir və tərənnümünə geniş yer verilib. Şəhriyarın uşaqlıq dövrünün təəssüratları, uşaq vaxtı gördüyü, seyr elədiyi təbiət lövhələri canlandırılır. Uşaqlıq illərində Heydər Baba dağının ətəklərində Xoşginab, Şəngilova və Qaşqurçaq, Qaraçəməndə keçirən Şəhriyarın hafizəsində bu yerlərlə bağlı xatirələr silinməz iz buraxıb. Əsərdə təbiət lövhələrinin etnoqrafik bağı bu testə düşür. Məqamların, psixoloji anların təsvirində şair böyük ustalıq nümayiş etdirmişdi. Bu etnoqrafik məqamlar, təbiət lövhələri, psixoloji anlar, bunlar hər biri testə düşür. Əsərdə bundan başqa ana yurdun bütün gözəlliklərini canlı, əlvan boyalarla əks etdirən Şəhriyar, bu da testə düşən məqamdır. Ona görə bu hissəni də qəşəng qeyd edirsiniz ki, bizdən soruşa bilər ki, hansı bayramımızın adı çəkilir? Deyirik ki, Şəhriyar Novruz bayramı adət ənənələrini, bu bayrama hazırlığı, bu bayramın bəxş elədiyi əvəzsiz anların daha sonra sevinci sehirli bir dillə canlandırmışdı. Poemada şifa xalq ədəbiyyatının ruhu, xalq etnoqrafiyasına məxsus cizgilər və canlı xalq dili bir-birinə qovuşmuş, bax testə düşən məqamlardır. Bunları qeyd edin. Nəticədə təkrar olunmaz gözəlliyi ilə seçilən ölməz sənət əsəri meydana gəlmişdi. Nələr testə düşən məqamda bir də qeyd edirəm. Novruz bayramı adət ənənələri, bayramı hazırlıq, o anlar, sevinç və s. Şifa xalq ədəbiyyatının ruhu, xalq etnoqrafiyasına məxsus cizgilər, canlı xalq dili bir-birinə qovuşub. Bax bu hissə testə düşən məqamdır. Heydər Babaya Salam poemasının ikinci hissəsi 1953-cü ildə Şəhriyarın uzun ayrılıqdan sonra doğma yurda Xoşginaba səfərindən sonra qələmə alınıb. Poema şairin öz keçmişinə, yaşamış olduğu həyatın özünə səyahət etmək, hadisələri nağıl etmək yolu ilə qələmə alınıb. Şairin uşaqlıq xatirələrinin təqdimində müəyyən sujet əlamətləri nəzərə çarpsa da, epik əlamətlərin genişliyi müşahidə olunmur. Nəyə görə? Çünki deyirik ki, əsər lirik poemadır. Epik növdə olsa da hisslərin təsviri, hisslərin tərənnümü, belə deyək də, hisslərdən daha çox bəhs olunub. Ona görə deyirik ki, uşaqlıq xatirələrin təqdimində sujet əlamətləri nəzərə çarpır, amma vahid sujet xətti yoxdur. Epik əlamətlərin genişliyi müşahidə olunmur. Heydər Babaya Salam poeması ilk dəfə 54-cü ildə Təbrizdə kitab şəklində çap edilib. Poemanın Bakıda ilk nəşri 1966-cı ilə aiddir. Şairin ailəsi haqqında müəyyən məlumatlar verilmişdi. Məsələn, xanım nənəsi haqqında məlumat var idi, atası haqqında vardı, deyir, mənim atam süfrəli bir kişi idi, xalq əlindən tutmaq onun işi idi. Atası, nənəsi haqqında məlumatlar görürük. Xalqa, vətənə sonsuz sevgi ifadə olunur. Sürgün illəri, həmin illərin ağır acısı əksini tapmamışdı. Digər poemalarında var, amma bu poemada yoxdur. Burada uşaqlığından danışılır daha çox. Bütün zorluqlara baxmayaraq gələcəyə ümidlə nikbin nəzərlərlə baxır. Gələcək ümid, nikbin nəzərlərlə baxmaq, məsələn, Qızıl Qönçələr poemasında da var idi. Üzr istəyirəm, Qızıl Qönçələr hekayəsi, poema nə idi? Bu poemada o hekayədə, amma hər ikisində gələcək ümid, nikbin nəzərlərlə baxış var. Şair, deməli, poemanın birinci hissəsini Deynə mənim şair oğlum Şəhriyar bir ömürdür qəm üstünə qəm qalar misrasıyla tamamlayır. İkinci hissədə isə sabaha ümidli, nikbin istətamiz fikirlərlə bitirir. Hər iki hissədə şair adını çəkib, sadəcə birinci hissənin son bəndində adını çəkib, ikinci hissədə son bənd yox, bənddən bir əvvəlki bənddə adını çəkib. Heydər Baba alçaqların köşkü olsun, bizdən sonra qalanlara eşq olsun, keçmişlərin gələnlərə məşq olsun, övladımız məzhəbini danmasın, hərsi boş sözlərə aldanmasın. İkinci hissə bu misralardan bitir. Əsərdə dağ obrazı özünə məxsus bir yer tutur.
Dağ əsərdə vətənin rəmzidir, testdə düşür bu da. Dağ həm də yüksəkliyə, Allaha yaxınlıq işarədir, bu da testdə düşür. Şair Heydər Baba dağına həm də uşaqlıq xatirələrinin şahidi kimi üst tutur, bu da testdə düşən cümlədir. Heydər Baba dağı şairin uşaqlıq xatirələri idi. Heydər Baba dağını uşaqlıq qibləgahı adlandırıb. Şair Azərbaycanın ikiyə bölünməsinə bağlı etiraz bildirir, testdə düşür. Bütöv Azərbaycan ideyası irəli sürülüb, testdə düşür. Şeirdə xalq mərasimlərinin əksi geniş yer tutur. Şeirdə Axundu aldadan şagird şairin özüdür. Orada deyir, Axundu aldadır, gedir bağçalarda gəzir filan. Yəni müəllimini aldadırdı. Xanım nənənin nitqinə yer verilib. Orada nənəsi xanım nənə olaraq qeyd olunur və xanım nənənin nitqi var. Heydər Baba dağının da nitqi verilib. Mən onu əsərin özünü oxuyanda izah eləmişəm. O hissələrə qayıdın bir də baxın. Qulamın nitqinə yer verilib. Atasının əlindən tutduğu səxavətli, əli açıq, xeyirxah bir kişi olduğunu qeyd edib. Kəndli ərbab məsələsinə toxunulub. Yəni o sinifi məsələdə belə deyək. Obanın saf təbiətli insanları xatırlanır. Folklor, yəni şifa xalq ədəbiyyat nümunələrindən istifadə olunub. Çoban qaytar quzunu, Sarı gəlin mahnısının adı çəkilir. Qarı nənənin şəngülüm, şüngülüm, məngülüm nağılı deməsindən danışılır. Ardanaxır oyununun adı çəkilib. Aşıq-aşıq oyunundan bəhs edilir. Müəllifin Heydər Babaya arzusuna da yer verilib. Deyir ki, Heydər Baba, sənin üzün ağ olsun, dörd bir yanın bulaq olsun, bağ olsun. Bizdən sonra sənin başın sağ olsun. Sonuncu bənddə müəllif adını çəkməyib. Sonuncu bənddən əvvəlki bənddə, bu ikinci hissəyə aiddir ki, sonuncu bənd yox, ondan əvvəlki bənddə adını çəkib. Müəllifin xatirəsində canlandırdığı obrazlar bunlardır. Mürəjdər səslənib, Aşıq Rüstəm sazını dinləndirib. Həcə xala çayda paltar yuyub, Məmməd Sadıq damlarını suvayan idi. Deməli, Qulamgilə şal sallayıb lirik qəhrəman. Fatma xalanın corab bağlamağından danışıb. Əlinin yaşıl aşıq verməsi, İrzanın Novruzgülü dərməsindən danışılıb. Daha sonra Nənə qızın gözləri, Rəxşəndərin şirin-şirin sözlərindən danışılıb. Amir Qafarın Seyidlərin başçısı olması, məzlumların haqqının qorunmasından danışıb. Orada ətraflı şəkildə bunu yenə video izahda qeyd eləmişəm. Amid Qafar həm də mərdə şirin, namərdə acı davranırdı. Molla İbrahimin dərs verməsindən danışılıb. Mir Mustafa dayı Tolstoyla müqayisə olunur və məclis şənləndirən biri idi. Atası dedi ki, səxavətli süfrəli bir kişi olub. Məmdəsən burnu qanıyıb deyə ölüb. Çünki deyirdi ki, bu kənddə bir burun qanı kəsən yox. Müseyib isə bahalıq düşüb və Müseyib acından ölüb.